Hə, təzədən bir dənə sualınız var idi xanım, bir də buyurun. Kanalınızın adını niyə 3 nöqtə qoydunuz? Əfsanə xanım. Deməli, 3 mənim sevdiyim bir rəqəmdir. Belə çəkək. Hə, mənim düşümdə. 3 mənim sevdiyim bir rəqəmdir və 3 nöqtə ayrıca belə deyim də durğu işarəsi olaraq bir mənası var. 3 nöqtə qrammatikada deməli yarım qalan fikirlər, yəni fikrin yarım qaldığını bildirir. 3 nöqtə cümlənin əvvəlində də ola bilir, sonunda da ola bilir. Yəni əvvəldə də yarımçıqlıq var və yaxud da sonuna qoyulubsa, deməli həmin cümlədən sonra deyilməyən, yarım buraxılan fikirlər var. Və mən həmin məna ilə əlaqədar olaraq kanalımın adına 3 nöqtə qoydum. Deyilməyənləri, deyilə bilməyənləri və yaxud da yəni o 3 nöqtəyə istədiyim qədər şeyləri sığdıra biləcəyimi düşündüm. Ona görə də dəyərli Mələk xanım, mən kanalımın adına 3 nöqtə qoydum. Bəli, bir sualı tərtib edin. Neçə ildir kanalınız var? Kanalım uzun ili neçə il olar? 5 ilə yaxın olar bəlkə də. Bəlkə də daha çox. Tam bu dəqiqə xatırlamıram. Belə. Bəs nəyə görə kanal açmaq qərarına gəldiniz? İlk növbədə mənim övladlarım... Özünüzdə çəkin, xahiş edirəm. Özümdə çəkim yaxşı. İlk növbədə mənim övladlarım YouTube kanalı açdılar. Orada özlərinin bəzi fəaliyyətlərini paylaşırdılar. Sonra artıq onlar böyüdükdən sonra öz videolarını qoymadılar, yəni davam eləmədilər. Mən qərar verdim YouTube kanalını davam elətdirməyə və... Yəni birinci 3 nöqtə onlar mı olur? Xeyr, onlar kanalı yaradarkən adı Vərəzət TV idi. Vərəzət bizim kəndimizin adıdır. Vərəzət TV idi. Mən öz adımdan istifadə etməyə başlayanda artıq onun adını dəyişdim, 3 nöqtə qoydum. Və özümün müxtəlif səpkili videolarını oraya yerləşdirirəm. Bəzən əyləncəli, bəzən kədərli. Bəli, özümün şeirlərini səsləndirirəm bəzən kimlərinsə xoşuma gələn insanların şeirlərini, daha doğrusu bəyəndiyim şeirləri səsləndirirəm. Belə, bəzən şagirdlərimin videolarını qoyuram. Bəs onu da deyim ki, YouTube'un TikTok'una nəsə qoyursunuz? Bəli, son vaxtlar daha çox Shorts adlandırılan qısa videolar yerləşdirirəm. Bəli. Başqa sualınız var, xanım? Var. Nə hansı sualınız var? Siz kənddə başladınız videoya, yoxsa şəhərdə? Hə, video çəkməyə. Mən ümumiyyətlə bu bizim nəslə aid məxsus bir hobbidir, şəkil çəkmək. Bizim kimi. Bəli, dayılarımdan keçib mənə daha çox. Mən həmişə şəkil çəkməyi sevmişəm, xoşlayırdım. Sonra yavaş-yavaş videolar çəkməyə başladım. Mən mikrofonda danışıram, sən düz tut da. Düz tutun, zəhmət olmasa. Və belə mən, yəni maraq dairəmdir. Gördüyüm gözəl şeyləri, maraqlı şeyləri çəkirəm. Gözümə soxmayın, zəhmət olmasa. Bəli, bir sual daha tərtib edin sizə. Bu kətdən neysə çəkib qoymusunuzmu şagirdlərdən var? Təbii ki, mən getdiyim hər yerdə videolar çəkirəm, xoşuma gələn hər şeyi çəkirəm, maraqlı şeyləri çəkirəm. Şagirdlərimlə, məsələn, sinifdə dərsdə hazırladığım səhnəciklər filan çəkirəm, bəli. Kənddə də mən artıq 8 ildir, 9-cu ildir ki, Cardamdayam, 12 ildir ki, Ağdaşdayam. Bəs siz 12 ildir? 12 ildir Ağdaşdayam, 8 ildir Cardamda işləyirəm da. Bəs onu da deyim ki, siz burada işləyəndə, işləməyə başlayanda neçə övladınız var? Mənim 3 övladım var. Elə işləməyə başlayanda da, bəli, mən universiteti bitirdikdən sonra 10 il evdə olmuşam, övladlarıma baxmışam, böyütmüşəm. Kiçik qızım Füsun 5 yaşlılara gedəndə həmin ilisi mən imtahan verdim və Cardam məktəbinə müəllim olaraq qəbul olundum. Qızınız da müəllimdir. Xeyr, əzizim, qızım hal-hazırda, balaca qızım 7-ci sinifdə oxuyur. Bəs dediniz ki, 5-lərə gedəndə? 5 yaşlılara gedəndə. Mən işə başlayanda qızım 5 yaş, yəni o artıq böyüdü, məktəb həyatına atıldı. Artıq o, yəni mənim evdə qayğılarım biraz azaldı və mən də artıq öz işimi görmək qərarına gəldim. Öz ixtisasım üzrə
işləməyə qərar verdim və imtahan verərək Məktəbə qəbul oldunuz. ağzım buradadır. Hə, bəli, məktəbə qəbul oldum. Belə, başqa sualınız varmı? Mənim avtobusum qaçacaq bu dəqiqə. Var. Qoyub gedəcəklər yenə. Var. Görüm neçə dəqiqə qalıb. Hə, xahiş edirəm. Var. Müsahibəni tamamlayaq, zəhmət olmasa. Sizə sualım var. Buyur. Bina sahəsi yerdədir. Haradadır? Binamız, hə. Mən Ağdaşda polis idarəsinin yanında, qaz idarəsinin binasında yaşayıram. Sizin bəs binanız şirniyyatın arxasındadır. Bəli, bəli. Dadlı şirniyyat ev var. Çinar. Birinci ha, polis yığışdır söhbət. Yığışdır belə özəl şeylərə qarışma. Yox, Çinar var. Onun dalında da bina var. Yo, ora başqa yerdə. Ha, Tamam, hadi. Orada. Söhbətimizi tamamlayırıq. Yox. Gözəl müsahibə üçün mən sizə təşəkkür edirəm. Gözəl suallarınız üçün təşəkkür edirəm və sizi tanıdığıma çox şadam, çox sevincliyəm. Sizin kimi şagirdim olduğuna görə özümü şanslı hiss edirəm. Şanslı bir müəlliməm. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm və son bir sual daha. Xeyr, sonuncu sual idi. Mən gedirəm. Avtobus qoyub gedəcək. Ağacınız var evdə. Nə? Evdə ağacınız var. Ağacı nə edirsən? Elə belə soruşdum. Hələlik Allah'a əmanət.